Bağırsaq çatı ilk növbədə oturaq həyat tərzi keçirənlər, həyat qabiliyyəti, belə də qida rejiminə riayət etmədikdə, bol maye qəbul etmədikdə, qəbizlik şikayəti ilə bizə müraciət etdikdə, anal çatının yaranma səbəblərindən əsasən bunlardır ki, bizə bu şikayətlərlə pasientlərimiz müraciət edirlər. Doktor, bunun tək müalicəsi əməliyyatdırmı, yoxsa dərmanla da müalicə etmək mümkündür? Konservativ, yəni dərmanla müalicə olunur ilkin etaplarda. Lap belə deyək, ağır formalarda, ağırlaşmış formalarda isə belə deyək, əməliyyatla icra olunur və yaxud da indi son dövrdə botoks müalicəsi, botulinum terapiya müalicəsindən bildiyimiz botoks, kosmetologiyada istifadə olunan, kosmetologiyada istifadə olunan botoksdan istifadə edirik ki, həmən o nahiyədə belə deyək, sfinkterin boşalması olsun ki, böyük bayıra getdikdə xəstə narahatçılıq verməsin. Əsasən də orada selikli qişanın yarığın olmasıdır ki, selikli qişanın cırılması deyirik biz tibbdə.